قالوا ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا على القوم الكافرين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبه نستعين وهو المعين. الحمد لله. السلام على رسول الله وعلى آله آل الله. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və əziz, dəyərli izləyicilərimizə inşallah və əziz, dəyərli ustadımız Azərbaycanın dəyərli alimlərindən Ustad Hacı Əhliman yenə də sizlərin xidmətindədir və yəqin ki, keçən verilişlərdə danışdığımız mövzular haqqında onun ardını yəqin ki, inşallah. Bismillahirrahmanirrahim. Allah'ın salavat salamı olsun Peyğəmbər və Əhl-i Beytinə. Hər dəfə biraz Qur'anın barəsində inşallah bildiyimiz məlumatlardan təqdim edirik müminlərə inşallah. Allah həm dünya və axirət üçün bizim üçün o zəxirə qərar versin. Allah bizi istifadə edənlərdən qərar versin ki, yəni əvvəldən məqsədimiz budur ki, Qur'anın barəsində az miqdarda da olsa bir məlumat verək. Keçən dəfələrdə Qur'anın əzəməti barəsində və Qur'anın hardan gəlməyindən, əzəmətli varlıqdan gəlməsi barəsində bəzi məsələlərə işarə elədi. Yəni elə onun davamında ki, Qur'anın əzəmətli olması və eyni halda da sadə olması barəsində ki, Allah Teala deyir ki, İnna cəalnəl Qur'an-ı ərəbiyyən ləalləkum təqilun. Siz belə bildiyiniz qədər də bu Qur'an sadədir. Biz Qur'anı ərəb dilində göndərmişik ki, siz düşünə biləsiniz, onu dərk edə biləsiniz. Bu yandan da deyir ki, və innəhu fi ümmül kitabı lədəynə ləaliyyun həkim. Amma ümmül kitabda o Lavh-ı Məknunda orada özü nədir? Ləaliyyun həkim. Çox ucadır, həkimdir. Yəni o nədir? Sadə dərk olmasıdır. Allah Teala bunu sadələşdirib, bəli, gətirib. Bəli, ona görə deyir ki, Qur'an zu məratibdir. Yəni, Qur'an neçə mərtəbədən ibarətdir. O, ərəb dilində bu forması bundan ötürüdür ki, biz ondan neyək? İstifadə eləyə bilək, ondan bəhrələnə bilək, vəzifələrimizi ondan öyrənək. Və illa, Qur'an o biri cəhətdən çox dərindir. Əleyhissalam Nəhcül Bəlağa deyir ki, zahiruhu ənniqun və batinuhu əmiqun. Zahirən çox gözəldir, çox sadədir, çox belə yaraşıqlıdır və ürəyə yatandır. Amma batinuhu əmiqun. Batini çox dərindir. Yəni, ora istəsə kimsə gedə bilər. Bir adam var, məsələn, dənizin üzündə, qırağında üzə bilir. Adam da var, mahirdir, dərinliyə də gedə bilir, dənizin ortasına da gedə bilir. Təqribən o cürədir. Quranın da bəzi hədislərdə dənizdə oxşadıblar, bəhr ki, o kəlməsini işlədiblər. O cürə Quranla kim, məsələn, mənim kimi, məsələn, sadə, savadsız, belə deyək, o elmi o dərəcədə olmayanlar, onu zahirindən elə, məsələn, də ayənin hökmün başa düşür, ondan sonra oxuyur, adamın xoşuna gəlir, ruhun ondan sonra belə oxşayır. Amma o alimlər dərinə də gedir, daha oradan daha çox şeylər də kəşf edir. Və buna da Quranın o mərtəbə, zu məratib olmağına, yəni bir neçə mərtəbə sahibi olmasına Quran-ı Kərimdən misallar gətirir. Və çünki Quran o zat-ı əqdəsi ilahidən gəlir bizə. Əvvəldə Allah Taala'nın özündə olan bu xüsusiyyətdən danışır, sonra onu gəlir Quranda da təsdiqləyir, Qurana da şamil edir. Məsələn, deyir, Allah Taala deyir ki, zalikumullah rabbukum. Yaxşı, bu sizin Allahınızdır. Biraz uzaqdan göstərir. O yanda deyir ki, və həvə məhkum. Sizinlədir. O sizinlədir. Və izə sələkə ibadə ənni fə inni qəribun. Və nəhnu əqrəbu ileyhi min həblil vərid. Məndən bəndələrim soruşanda deyirəm, mən yaxınam. Mən sizə boynuzun damarından da yaxınam.
Amma orada isə zalikumullah Rabbukum Biraz deyirdi. məsafəli. Məsafəli deyirdi. Deyirdi, bax bu eyni ilə Qur'an-ı Kərimin də barəsində var. Deyir, zalikəl kitab, la reybə fihi. O nə deyir? İnna hazəl Qur'an yəhdililləti hiyə əqvəm. Orada da həm uzaq məsafədən göstərir Qur'anı, həm də yaxın məsafədən deyir ki, inna hazəl Qur'an. Zalikəl Qur'an o Qur'an. Hazəl Qur'an bu Qur'an. Deyir, bu dediyimiz həmin mövzuya dəlalət edir ki, həqiqətən Qur'an zu məratibdir. Qur'anın bir tərəfi o Allah Taala'nın o Loh-i Məhfuzda ya həmin o dediyimiz dərin mənadadır. Bu biri tərəfi də ərəbi səhih, sadə və çox da başa düşüləsidir. Ona görə kim Qur'ana əleyhissalam deyir, yaxınlaşsa oradan nəsə hidayət olacaq, çıxacaq. Amma kim də daha çox dərinə getsə, sən məsumlarımız elə o məqamı tapmaqda, o məqama çatmaqda elə bir səbəb də bu Qur'anın dərinliklərinə gediblər. O dərinliklərdən nə ediblər? İstifadə ediblər və o məqamlar. Məsələn, birdən biz də nə qədər o Qur'anın dərinliyinə gedə bilsək, mənəvi baxımdan da o qədər yüksələ bilərik. Mən keçən dəfə o biri danışığımızda da buna işarə elədim. 1-2 dəqiqə vaxt aparar bu söz. İnşallah. Sən Həzrəti Musa möcüzə göstərəndə orada çox adam iman gətirdi. Həzrəti Musanın peyğəmbərliyin qəbul elədi. Həzrəti Musanın peyğəmbərliyin bunları qəbul eləməkdə nə oldu? Həzrəti Musanın göstərdiyi möcüzənin zahirindən bunlar gördülər ki, bu neçə il biz Firavuna haqq demişik. Bunun sehirbazları, yəni bunun bu işçiləri, onlara sahir demirdi axı. Biz sahir deyirik. Onlara müsbət mənada baxırdılar. Firavunun bu cürə məsələn əmələləri, bu işləri görürdü. Biz onlara deyirdik. Amma Həzrəti Musanın tək özdə bunlar gör neçə nəfər. Həzrəti Musa tək bir dənə əsasın atmaqla və həyyətin təsfadı. Çünki ilan oldu, bu əcdahı oldu, belə aləmi qatdı bir-birinə. Deməli, Həzrəti Musa haqdır. Bir dəstə belə iman gətirdi. Amma orada o biri neçə nəfər ki iman gətirdi, həmin o sahirlərin özü idi. Onlar o əcdahanın zahirinə baxmadı. Əcdahanın bunların o möcüzəsinin udmağına baxmadı. Çünki bunların elmi var idi, sehir elmində. Gördü ki, yox, bu sehir elmi deyil. Dərinə vardılar. Oradan Həzrəti Musaya iman gətirdilər. Ona görə də təhdid olundular, dönmədilər. Asıldılar, dönmədilər. Əl-ayağı kəsildi, dönmədilər. Axır edam olundu ondan da sonra. Elə dönmədilər, axıra qədər də dayandılar və şəhid oldular və məlumdur məqamları. Amma onlar ki, hətta möcüzənin belə, möcüzədən iman gətirdilər. Amma möcüzənin dərinliyində çox təəqqül eləmədilər. Amma Həzrəti Musanın da yanında illərlə qaldılar. Amma Həzrəti Musa miqata gedəndə Samirinin buzovunun səsini eşidən kimi ona da iman gətirdilər. Bax, mövzu budur. Əgər insan o dinin, İslamın ətrafında belə yüngülvari fikirləşsə, namazda qəza verəcək, orucu da tutmayacaq, elə bəhanə axtaracaq, nə bilim, yetim olanda deyəcək ki, mənim bu yanda işim çoxdur, nə bilim, qabaqda bir çətinlik olanda ki, kiməsə bir əl uzatsın, tez şey eləyəcək də belə, dönəcək, çıxacaq, oradan gedəcək, amma yox, dərinliyinə varsa, dərinliyin başa düşsə, o yox, elə o özü qaçacaq ki, görüm neyniyim, Allahın bəndələrinə necə xidmət edeyim və Allahın necə dininə xidmət edeyim və Quranın bizə bunu verəcəyi xüsusiyyəti zatıdır, gərək yanaşmamız düzgün olsun inşallah. Hacı, keçən verilişlərdə ki, bəhslərdə siz danışdınız, mən dinləmişəm onu, yenidən bir dəfə də dinlədim onu ki, Allah Taala özünə də əzim kəlməsindən istifadə edir. Quranın da barəsində bu işarəni edir. Bir də Həzrət Peyğəmbərin barəsində xuluqən azim deyir. Yəni onu da o əzəmətə qatır. Bir sual yaranır ki, bu söz Həzrət Peyğəmbərdən əvvəlki peyğəmbərlərə şamil olur yoxsa olmur?
Yəni peyğəmbərliyin özü kimi. O innəkələ, bəli, o əzəmət ki, Allah Teala özünün öz məqamına da deyir, Qur'ana da deyir. Təbii ki, zatı elə bu Qur'an Allahın zatındandır. İndi də ona işarə elədi. Ona da həkim deyir, özünə də həkim deyir. O baxımdan belədir. Həzrət Peyğəmbər də o məqamı almışdı. Yəni elə Həzrət Peyğəmbərin elə ən böyük əzimli məqamı o idi ki, Qur'anı almaq elə bil dərəcəsinə gəlib çıxmışdı. Əlbəttə Quran-ı Kərim orada Peyğəmbərin əxlaqının barəsində o əzəmət kəlməsi işlədir. Təbiidir ki, Peyğəmbər özünün elə vücudu o əzəmətə qalxmışdı, əxlaqı da o cür olmuşdu. İnnəkə lə'ala xuluqin əzim. Mənim zehnimdə deyir, başqa peyğəmbərlərin barəsində də o şey işlənib ya işlənməyib. Amma mümkündür, məsələn, işlənsə peyğəmbər də olar, işlənə bilər. Amma birdən işlənməsə də məhz bu Həzrət Peyğəmbərin barəsində olsa, bu elə Həzrət Peyğəmbərin, onların da əxlaqı yerindədir, elə böyükdür, filandır. Amma Həzrət Peyğəmbərin özünün zatı şərafəti, elə Allahın ona verdiyi əşrəfil ənbiyalığı və Həzrət Peyğəmbərin elə bil o aldığı vəhy, boynuna düşən vəzifə və bütün vəhiyləri özündə cəmləməyi və Peyğəmbərin üzbəüz deyandı ki, o cəmiyyətin, necə deyərlər, o forması, məsuliyyəti, bunların hamısını üst-üstə yığanda ki, Həzrəti Rəsul, o biri Peyğəmbərlər bəla istədi, Həzrəti Peyğəmbər dedi, mən bəla istəmək üçün gəlməmişəm, mən hidayət üçün gəlmişəm. Allah razı olsun. Təşəkkür edirəm. Allah bir daha razı olsun sizlərdən. Allah əziz izləyicilərimizdən də razı olsun. İnşallah, yəqin ki, bu mövzunun ardı getdikcə daha şirinləşəcək və siz əzizlərə, bizlərə düşən bu gözəl verilişləri digər əzizlərimizə də yaymaq və paylaşmaqdır. Allah hər birinizdən razı olsun inşallah. Çox sağ olun Hacı. Bismillahirrahmanirrahim. Selamun aleyküm və rahmetullah. Hər birinizi xoş gördük. Allah Teala bizi Qur'an-ı Kərimi oxumaqda, ona əməlləməkdə müvəffəq eləsin. Dəyərli ustadların muizələrindən, söhbətlərindən istifadə elədi, feyz aldıq. Allah Teala onları salamat eləsin. Bu gözəl verilişi inşallah istəyərdim Qur'an-ı Kərimin bir ayəsindən başlayayım. Allah Teala Əraf surəsinin 43-cü ayəsində buyurur. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî hədana lihəzə. Həmd və şükür bizi ən gözəl, doğru yola hidayət edən Allah'a məxsusdur. O Allah ki, bizi haqqa, həqiqətə, doğru yola hidayət edib və bu hidayət yolunda bizim üçün hər cür vasitələri bizim ixtiyarımızda qərar verib. İnşallah bugünkü qonağımız əziz, dəyərli qardaşımızdır. Qardaşımızı salamlayıram. İnşallah. Buyur qardaş, təqdim edəcək. Selamun aleyküm və rəhmətullah. Əziz ustadları və Hacı Rahim müəllim, hamınızı salamlayıram. Mənə dəvət elədiyinizə görə hamınıza təşəkkür edirəm. Mən Tural Kazımov 1994-cü ilin yanvar ayının 1-də Cəllabadda anadan olmuşam. Allah salamat eləsin. Allah razı olsun. Təşəkkür edirəm. Quran-ı Kərimə ilk dəfə necə başlamışsınız? Tələbəçiliyiniz necə oldu? Bu barədə inşallah məlumat verərsiniz. Quran-ı Kərimə başlamağım 2014-cü ilə təsadüf edir. 2014-cü ildə elə sizin tələbəz olan Hacı Elman, bizim əziz qardaşımız. Allah onu da hifz eləsin inşallah. Amin inşallah. O mənə təşviq edib ki, başlayayım öyrənim. Elə onun yanında başlamışam. Ondan öyrənmişəm əlifbanı. Ondan sonra YouTube'dan falan biraz eləncini öyrənmişəm. Təcvid qaydalarında elə sizin təşviqinizlə. Allah sizi hifz eləsin. Allah razı olsun. İndi çalışırsınız da Hacı Ruslan müəllimlə. Hacı Ruslan müəllimlə çalışırıq. Allah salamat eləsin, Allah ömrünə bərəkət versin. Hamımızın Allah ömrünüzə bərəkət versin. Allah razı olsun, sağ olasın. Allah razı olsun, belə başlamışıq. Hansı qarilərdən əsasən təqlid edirsiniz? Hansılarla çalışırsınız, oxuyursunuz? Ümumiyyətlə, qarilik belədir də, təcvid mərhələsindən sonra ki, Quran-ı Kərimin belədir də, o qariliyə keçirsən, neçə ildir belə avazla oxumağa başlamışsınız, çalışırsınız? Əslində, Hacı, siz özünüz də bilirsiniz də, mən təcvid qaydasına təzə başlamışam da, 3-4 ay olar ki, belə başlamışam, amma
əvvəldən ki qulaq asmışam qarilərə. Bir çoxlarına qulaq asmışam. Elə siz özünüz Hacı Ruslan olsun, Misir qarilərindən Əbdülbasit rəhmətli, ondan sonra Mustafa İsmail, Allah hamısına rəhmət eləsin, Minşavi. Belə qulaq asmışam. Hamısını dinləyirsən. Demək olar, bəli, hamısını. Təqlidin əsasən kimədir? Son zamanlarda təqlid eləməyə başlamışam. Yəni təcvid qaydalarına öyrənməyə başlayandan sonra Mustafa İsmaili çalışmışam təqlid edəyəm. Amma biraz çətindir onun təqlidi. Düzdür, çox rəngarəng oxuyur. Hər muğamın belə deyək, hər muğamda öz sözünü deyib. Gözəl şəkildə yəni istifadə olunması bir qarıdır, amma təqlidi biraz çətindir. Boğazları, təhrirləri, zəngülələri, bəzinin nəfəsləri Allah təala müvəffəq eləsin. İnşallah hansı surəni oxumaq istəyərdim? İnşallah icazənizlə istəyirəm Nəbə surəsini oxuyam. Ya Allah. Vaxt olsa Şəms surəsində. İnşallah. Yəni icazə verirsiniz. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Amma yetesâlûne anin neba'il azîm. Əhsənt, maşallah. الذي هم فيه مختلفون Allah. كلا سيعلمون ثم كلا سيعلمون Allah. ألم نجعل الأرض مهادا والجبال أوتادا وخلقناكم أزواجا Allah. وجعلنا نومكم سباتا وجعلنا الليل لباسا أحسنت. وجعلنا النهار معاشا الله وجعلنا النهار معاشا أحسنت. وبنينا فوقكم سبعا شدادا وجعلنا سراجا وهاجا الله أحسنت. وأنزلنا من المعصرات ماء ثجاجا لنخرج به حبا ونباتا وأنزلنا من المعصرات ماء ثجاجا لنخرج به حبا ونباتا. Bilirsən, nə hansı muğamdır? Rast muğam. Hal-hazırda oxuduğun rast muğamdır, ya Allah. وَجَنَّاتٍ أَلْفَافًا إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا. أحسنت. يوم ينفخ في الصور
الصور فتأتون أفواجا وفتحت السماء فكانت أبوابا. أحسنت. وفتحت السماء فكانت أبوابا وسيرت الجبال فكانت سرابا. الله ما شاء الله. إن جهنم كانت مرصادا للطاغين مآبا. الله أحسنت. جزاك. لابثين فيها أحقابا. الله ما شاء الله. لا يذوقون فيها بردا ولا شرابا. أحسنت. إلا حميما وغساقا جزاء وفاقا. إنهم كانوا لا يرجون حسابا وكذبوا بآياتنا كذابا. أحسنت. وكذبوا بآياتنا كذابا. وكل شيء وكل شيء أحصيناه كتابا. أحسنت. Bir ayda sonra tamam. فذوقوا فلن نزيدكم إلا عذابا. أحسنت ما شاء الله. صدق الله العلي العظيم. Maşallah, Allah müvəffəq eləsin. Dedim təcvidi təzə başlamışsan inşallah. Hə, müəyyən naqisliklər var. İnşallah ki üzərində işləməklə orada kamil eləyərsən. İnşallah. Allahdan müvəffəqiyyət arzu edirəm. Allah razı olsun. Allah çox razı gözəl. olsun. Maşallah. Çox sağ olun. Təşəkkür edirəm. Hər birinizə minnətdarlığımı bildirirəm. Allah sizlərdən razı olsun. Bir daha təşəkkür edirəm ki, məni qonaq elədiniz, dəvət elədiniz. Allah sizlərdən razı olsun. Allah sizlərə də daima müvəffəqiyyətlər nəsib eləsin inşallah. Allah amin. Allah razı olsun. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu.